bu səhər çağında xoş gördük sizləri. Əgər siz də bizim kimi görüb seçməyi sevirsinizsə, o zaman həm bizə, həm də ekrana yaxın olun. Bilin ki, nəinki uşaqlarımız, nəinki rəngarəng geyimləri, hətta maraqlı oyuncaqları da sevirlər. Bizim mağazamızda cürbəcür oyuncaqlar var, kuklalar var, yumuşaq oyuncaqlarımız da var. Oğlanlar üçün maşınkalar da var. Çox məzəli iqruşkalarımız var. Cürbəcür cizgi filmlərindən, sonra Spider-Man'in əlcəklərindən də var. Əziz valideynlər, bizim mağazamızda siz uşaqlarınız üçün müxtəlif oyuncaq, hədiyyə tapa bilərsiniz. Özünüz gəlib görə bilərsiniz. Gəlin, görün, seçin. Bəzi insanlar seçim edəndə çox ölçüb biçirlər. Bəziləri isə əksinə tez gözü bağlı alırlar. Позови меня с собой, я приду сквозь злые ночи, я отправлюсь за тобой, чтобы путь мне не пророчил, я приду туда, где ты. Bugün də hər zaman olduğu kimi ulduz şopingindən danışacağıq. Bugünkü qəhrəmanımız Prima Alla xanım Pugaçovadır. Обретают снова силу высоты. Bilin ki, 64 yaşlı Alla Pugaçova dəbli brendlərə qarşı heç də biganə deyil. Son zamanlar isə Alla xanım kifayət qədər özünü arıqladaraq imicini yenilədi. Yəqin ki, bu Maksim Galkinin sevgisinin təsirindəndir. Между нами непогода, грозы и дожди, мы с тобой громоотводы, просто подожди, скоро ты меня согреешь, и оттаю я, оглянуться не успеешь, я уже твоя. Moskvanın ticarət mərkəzlərindən birində çalışan VIP menejerin sözlərinə görə, o daim Alla xanıma zəng edərək ona dəb yeniliklərindən məlumat verir. Ümumiyyətlə, Alla xanım geniş şopinglə ayda 2 dəfə məşğul olur. O bu alış-veriş işinə minimum 30 dəqiqə, maksimum isə 4 saat sərf edir. Миллионы, миллионы, миллион алых роз. Из окна, из окна, из окна видишь ты. Кто влюблен, кто влюблен, кто влюблен и всерьез свою жизнь для тебя превратит в цветы. Stilistin dediklərinə inansaq, Alla xanımın xüsusi sevimli geyim brendləri yoxdur. Sadəcə bəyəndiklərini görüb seçir və salam. Будь или не будь, делай же что-нибудь. Будь или не будь, будь или не будь. Bugün biz oradan, buradan söhbət açdıq. Siz də divanda rahat əyləşib, çay içərək görüb seçməyə bir fürsət tapdınız. Belə fürsətlərimiz hələ çox olacaq. Qaçırmayın.